Buradan öz elim Oban Borçalı malını salamlayıram. Əziz və dəyərli valideynlər, sizdən bir müraciətim olacaq və bir xahişim olacaq. Evladlarınızın sağlamağına qərar verməyinə siz kömək eləyin. Hər dəfə siz evladlarınıza inanırsınız və onları daha çox diblərə sürüklüyorsunuz. Onlar sağlam düşüncədə olmadığına görə qərar verə bilmirlər. Sağlam düşüncədə sadəcə olaraq valideyn qərar verə bilər. Evladlarınızın ayıq, təmiz, xoşbəxt gələcəyini istəyirsinizsə qərar verin. Bugünkü gün qardaşımız şükür Allaha qərar verə bilmirdi. Valideynlərin sayəsində həmd olsun Allaha qərar verdilər. Qardaşımız gəldi. Bugünkü gün şükür Allaha bugün yanımızdadır. Sağalıb, 6 ay müddətini başa çatdırıb. Bugünkü gün bir yerdəyik. Ya qardaşım, mən də buradan öz doğulduğum, böyüdüyüm Borçalı mahalına Marneoğlu elinə salam söyləyirəm. Salamlarımı çatdırıram bütün qardaşlara. Bir şey demək istəyirəm ki, mənim qardaşım, yəni bu ayıq yaşamağı, narkotiksiz yaşamağı, içkisiz, alkoqolsuz, asıllıqsız da, belə deyək də, asılı olmadan yaşamağı başınızda çox böyütməyin. Yəni çox qorxularınızı qoyun bir kənara, gəlin yəni bu sağalma yolunun bir dənə yolu var. O da ki, reabilitasiyadır, reabilitasiyanı keçməkdir. Anardır, Anton qardaşımızdır. Nə qədər ki, bacarır, nə qədər ki, əlindən gələn qədər həmişə bizə köməkdir, dəstəkdir. Biz bir yerdəyik. Mən də bunun bariz nümunəsiyəm. Gəlmişəm, heç kim istəməz. Mən də istəmədən gəlmişəm, amma bugünkü gün çox şükür eləyirəm. Çox sağ olunu deyirəm, minnətdarlığımı bildirirəm öz ailəmə, dostum, qardaşıma Anara ki, mən bu yolu seçmişəm, bugünkü gün ayıq yaşaya bilirəm. Mən sənə fəxr edirəm, qardaşım. Böyütməyin, qorxularınızı qoyun bir qırağa, gəlin sağalma yolunu seçin, gəlin sağalmağa qədər. Gəlin ürəyinizə qurban, gəlin hamımız bir yerdəyik, buradayıq, para var, qadasını alaram.